bir serial göstərəcəklər qiyamət günü. Öz həyatının hekayəsinə baxacaqsan. Bu filmin baş qəhrəmanı sən özünsən. Hər birimizin, filmimizin baş qəhrəmanı özümüz. Onu bizə göstərəcəklər. Və bilirsiniz nə olacaq? Qiyamət nədir? Qiyamət bu həyat hekayəsinin anba-an təhlilidir. Təhlil aparılacaq. Orada olur belə stop, burada niyə belə oldu? İzah edəcəklər özünə. Hər şey də aşkar olacaq axı. Yenə gedək, yenə saxlayacaq. Qarış. Hamısını özünə göstərəcəklər, özə təhlillə. Bax, reaksiyanı gördün, bu bundan qaynaqlanırdı. Filan şeyə yanaşmağı gördün, bu bundan qaynaqlanırdı. İç aşkar olacaq. Hadisələrin fonunda insan başlayacaq özü ilə xəlvətə. Ona görə qiyamət qəribə bir əzəmətli gündür. Nə hallar keçirəcək insanlar? Nə hallar keçirəcək?